Ermənistan Silahlı Qüvvələrinin sıralarında hələ də bəzi generallar və rəhbər komandirlər var ki, rəhbər şəxslər var ki, hansılar ki, Ermənistanın hazırki baş naziri Nikol Paşinyana müxalif mövqedə dururlar. Biz bunu uzun aylar öncə də görmüşdük. Bilirsiniz ki, keçmiş MDB məkanında nonsens olan bir hadisə baş vermişdi. Generallar baş nazirin istifası ilə bağlı sənədə imza atmışdılar. Yadınıza gəlirsə biz studiyada da, sonra canlı bağlantılarda da bu məsələləri müxtəlif mütəxəssislərlə müzakirə etmişdik. Bugün də, yəni mən bunu istisna etmirəm, amma bu fasilələrlə atəşə tutmaq Ermənistan ordusuna nə verir və onlar nəyə nail olacaqlar? Bizim mövqelərimizi mi ələ keçirəcəklər? Bu mümkünsüzdür. O silah-sursatın qarşısında, hansı ki, bugünlər həm Dövlət Sərhəd Xidmətində var, həm də Azərbaycan Müdafiə Nazirliyində var. Bunlar hamısı boş, mənasız, ritorikadır. Atıcı silahlardan siz də qeyd etdiyiniz, bu gecə saat 2-nin yarısından günorta saatlarına qədər, günortaya qədər, fasilələrlə atəşə tutublar. Bilirsiniz, Ermənistan ordusunda həm də bir başı pozukluq, hökm sürür. Bunu heç kim, dana bilməz. Ermənistanın, deməli, yanvar-fevral aylarında statistikasına, orduda olan statistikaya diqqət yetirsəniz, siz görəcəksiniz ki, nə qədər nizamnamədən kənar hadisələr baş verib. O ki qaldı, həm Basarkeçər rayonunun o yuxarı Zağalı və yaxud da Gorus rayonu dığ yaşayış məntəqələri istiqamətində yerləşən mövqələrinə, mən sizə deyim ki, onların mövqeləri oradadır. Bu deyim ki, yeni mövqelərdir, yeni, belə deyək, atəş nöqtələridir, elə bir şey yoxdur. Həmin mövqelərdən onlar zaman-zaman atəş açırlar və açacaqlar. Çünki bu sənədin imzalanmasını çox dövlətlər istəmir. İndidən artıq bəzi dövlətlər bir-birinin rəqabətə giriblər ki, sənəd Rusiyanın paytaxtında imzalansın, bəziləri deyir, yox, Türkiyədə yaxud Tiflisdə imzalansın, bəziləri Avropa ölkələrinin adını çəkirlər. Yenə deyirəm, nə qədər ki, kənar qüvvələr bu prosesdə yox idi, Azərbaycan Ermənistanla rahat şəkildə məsələləri müzakirə edib, artıq yekun mərhələyə də gəlib çıxmışdılar. Artıq bu sənədlərlə bağlı hər iki ölkənin Xarici İşlər Nazirliyi rəsmi şəkildə bəyanat verəndən sonra isə fikir verirsiniz, artan xətt üzrə. Əvvəl ara sıra, sonra gündə 2 dəfə, indi gündə 3 dəfə. Yaxın günlərdə mən əgər lokal xarakterli, belə deyək də, hansısa cəhdlərin olacağını da istisna etmirəm. Amma bunun geniş miqyaslı hərbi əməliyyatlara keçməsi mümkünsüzdür. Hətta bizim bəzi dostlarımız aprel ayını göstərirlər, aprel ayını işarə verirlər. Özdə baxın, nə ilə əsaslandırırlar. Ermənistan Silahlı Qüvvələri ehtiyatdan hərbiçilər çağırıblar. O ehtiyatdan hərbiçilər ki, hansı ki, hər hansı bir hazırlıq keçməyiblər. İstər tağım şəklində, istər bölük şəklində. Onlar hansı döyüşü Azərbaycanın o, belə deyək də, mütəşəkkil hazırlıqlı ordusuna qarşı hansı döyüş əməliyyatlarını apara bilərlər? Ermənistan rəhbərliyi o qədərmi artıq başını itirib ki, bu hazırlıqsız hərbiçilərlə Azərbaycan ordusunun üzərinə gedəcək?